Son zamanlar bank kartlarından oğurluq halları artar. Əsasən də Kapital Bank müştəriləri bu cür halla qarşılaşır. Baş verən oğurluqları görən şəxslər artıq kartlarda vəsait saxlamaqdan çəkinirlər. İnsanlar kartlardan imtina edib nağd ödənişlərə keçid edə bilərmi? Kartdan oğurluqlar bank sektoruna necə zərər vura bilər? Qlobal info.az danışan iqtisadçı Natiq Cəfərlinin fikrincə, vətəndaşlar bank kartlarından imtina etməyəcəklər. Belə bir məsələyə görə bank kartlarından imtina etməzlər, çünki nağd pulda oğurlanır. Tarix boyu nağd pulun oğurlanması çox geniş yayılmış məsələlərdən biri idi. Cibdən də oğurluyurdular, evdən də. Sadəcə banklar və vətəndaşlar arasında məsuliyyət bölgüsünü doğru aparmaq lazımdır. Bəlkə də qanunların sərtləşdirilməsinə ehtiyac var. Belə məsələlərdə bankların məsuliyyəti azdır. Hər şeyi müqavilə ilə vətəndaşın üzərinə atırlar və o daha çox məsuliyyət daşıyır. İqtisadçı qeyd edib ki, məsuliyyət bölgüsü olsa problemi addım-addım həll etmək olar. Vətəndaşlar özləri də diqqətli olmalıdır. Çox vaxt bank kartlarından oğurluq şəxsin səhlənkarlığı ucbatından baş verir. Məsələn, tanımadıqları adamlara kart məlumatlarını verir, bilmədiyi hansısa linkə daxil olmaqla məlumatları ora bildirərək pulunun oğurlanmasına, eləcə də məlumatın itməsinə səbəb olur. Bu cür hallarda vətəndaşların diqqətli olmasında fayda var.